Aha, başla Hüseyin. Gəlmədi. Gəlmədi sözü. Təsdiqdədirmi, inkardadırmı? İnkardadır. Yaxşı, həmin sözə bir cümlə qura bilərsənmi? Bacı bugün evə gəlmədi. Niyə gəlmədi ki? Gərək deyərdin ki, Uğur bugün dərsə gəlmədi. Kes. Yunus bala, məharətin göstər görək. Yıxılmadı. Yıxılmadı sözü. Təsdiqdədirmi, inkardadırmı? Yıxılmadı. 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 Düzdür, aferin. Mən özüm onu yoxlayırdım ki, görüm. Yunus fikrini dəyişir ya yox. Həmişə belə inatkar ol. Baxın, dünənləri verdiyim İskəndər mətnini oxudunuz. Maraqlı elə deyilmi? Bax, orada İskəndər hökmdar olmasına baxmayaraq, nədir? Tərs idi, inatkar idi, dediyindən dönmürdü. Sizcə, bax, burada bir haşiyə çıxım. Hamı əl qaldırıb cavab verə bilər. Müəllim niyə o sözü tərs dedi? Niyə tərs dedi ki? Çünki İskəndər, de görüm, çaşdırmaq istədi. Başqa fikir olan varmı? Başqa fikir olan, Pəridə görüm. Pəridə görüm. Çünki müəllimə fikrindən heç vaxt keçmir. De görüm Sofya. Çünki müəllimə öz fikrindən heç vaxt keçmir. Tuna de görüm. Çünki o onu yoxlamaq istəyirdi. O demək istəyir ki, şəhəri tut və bu şəhəri qoru və o həmişə sözündə inançaq qalır. Xatirə de. Çünki İskəndər özünə həmişə inançaq idi. Aferin. Bax, sən biraz məqsədə yaxınlaşdın. Uşaqlar, hər müəllim öz şagirdini tanıyır ki, kim hansı xarakterə malikdir. İskəndər də bilirdi ki, müəllim də bilirdi ki, İskəndər tərs adamdır. Ona görə də İskəndər müəllimini görəndə qışqırdı ki, gəlmə, and olsun Allaha ki, sənin sözünü eşitməyəcəm, öz bildiyimi edəcəm. Müəllim də bilirdi ki, İskəndər sözü dedisə, o sözünə əməl edəcək. Ona görə də həmin sözü tərsinə dedi. Sənə and verirəm Allaha, bu şəhəri yerlə yeskən et, dağıt, ələ keçir, dağıt. Ona görə, axı İskəndər də demiş ki, sənin dediyini eləməyəcəm. Ona görə də İskəndər şəhəri mühasirədən azad etdi, şəhəri talamadı. Yəni, Azərbaycan dilindən bura sitat gətirdik. Niyə? Çünki mən Yunusin xarakterini yoxlayırdım ki, o sözündən dönür, dönmür, dönmədi. Burada Yunisə bir alqış. Aha. İndi Yunus həmin sözünə bir cümlə qur. Mən yolda gedirdim, birdən ayağım daşa düşdü, amma mən yıxılmadım. Aferin balama. Yunus, xəbərin var, sənin sözün mürəkkəb cümlə oldu. Yəni, qurduğun cümlə mürəkkəb cümlədir. Dünənləri sizə mürəkkəb sözləri izah eləyəndə cümləni də izah elədim. Biri var, bir sadə cümlə olsun, yəni bir fikir bildirsin. Amma baxın, burada iki fikir var. Mən dünən gedəndə və yaxud da ki, mən bugün gələndə yıxıldım, ayağım dəyişə ilişdi, amma yıxılmadım. Və bu mürəkkəb cümlədir. Bildiniz? Aha. Danışmadı, inkar. İnkar. Həmin sözə bir cümlə. Mənim bacım danışmadı. Niyə danışmadı? Nəyi danışmadı? Dərsi danışmadı. Ay, sağ ol, yaxşı. Nə? Bildi? Söz təsdiqdədir, yoxsa inkardadır? Bildi. Cümlə qur. Mən rəsmi bildim. Yaxşı. İçmədi. İçmədi. Söz təsdiqdədir, inkardadır. Aha. Bir cümlə də qur, qızım. Bacım dərmanı içmədi. Ay, sağ ol. Keç. Sürüdü. Sürüdü. Sürüdü sözü təsdiqdədir, yoxsa inkardadır, qızım? Aha. Həmin sözü cümlə qura bilərsən? İlan sürüdü. İlan sürüdü. Yaxşı. Keç.
Danışmadı. Söz təsdiqlədi yoxsa inkarda? Ay, sağ ol. İndi sualını, cümləni qur balam. Qardaşım dərsi danışmadı. Lap yaxşı, yaxşı. Çalışaq, təkrar cümlələri qurmayaq. Götür görək qızım. Yazmadı. Təsdiqdədir, inkardadır. Aha, cümlə qura bilərsən qızım. Buyur. Əli dərsini yazmır. Aha, yaxşı, sağ ol, aferin. Eşitmədim. Baxdı. Təsdiqdədir yoxsa inkarda? Cümlə qur. Qardaşım dərsə baxdı. Başqa mənalı cümlə qura bilərsənmi? Biz birinci haqqında filmə baxdıq. Aferin. Hə. Danışma. Danışmadı sözü. Təsdiqdədir yoxsa inkardadır? Aha. Mənim dostum danışmadı. Niyə danışmırdın Nuray? Küsmüşdü. Nədən? O hadisəni hamı görsədi, heç kim danışmadı. Aferin qızım.